Bərdə heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan bazarlarında həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən Bərdə rayonunda yerləşən heyvan satışı bazarı biotəhlükəsizlik tələbləri təmin edilməklə yenidən qurulub. Bərdə heyvan bazarında artıq bir sıra tələblərə uyğun işlər görülməkdədir və son tamamlama mərhələsindədir. Yaxın günlərdə Bərdə heyvan bazarının açılması məsələsinə baxılacaq. Qeyd edeyim ki, biotəhlükəsizliyin təmin olunmasında dövlətin gördüyü işlərlə yanaşı sahibkarlar da öz töhfəsini verir. Buradan həmin sahibkarlara təşəkkürümüzü çatdırırıq. Qeyd edək ki, bazarın girişində baytarlıq nəzarəti məntəqəsi tikilib, dezbaryer quraşdırılıb, çardaqlar və satış pavilyonları qurulub. Ərazidə asfaltlama və betonlama işləri görülüb. Heyvan rifahı üçün su və yemlə təminat yaxşılaşdırılıb. Tullantıların daşınması və digər tələblərə uyğun şərait yaradılıb. Qida Agentliyinin verdiyi layihəyə uyğun olaraq bütün işlər son 1-2 gün ərzində tam istifadəyə verməyə hazırıq. Hazırda bir neçə heyvan bazarında da Agentlik kollegiyasının 50 nömrəli qərarı ilə təsdiq olunmuş, heyvan bazarlarına dair baytarlıq sanitariya norma və qaydalarına uyğun olaraq rekonstruksiya işləri son mərhələdədir. Yaxın günlərdə rekonstruksiya işlərini yekunlaşdıran digər heyvan bazarlarının da yenidən fəaliyyətə başlaması məsələsinə baxılacaq. Agentlik bildirir ki, biotəhlükəsizlik tələblərinə uyğun qurulan heyvan bazarlarında baytarlıq nəzarəti ilə yanaşı heyvanların qeydiyyatı aparılaraq izləmə sistemi qurulacaq. Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.